Ay dədə, bu Əliyevlər ailəsi necə həyasız adamlardır hə? Ər-arvad deyənə Ağdama şou göstərməyə gedib. Vitse-prezident Mehriban Əliyevanın əyin başına diqqətlə baxdım. Bilirsiniz nəyə araşdırdım? Əliyevlər ailəsi o torpaqları işğaldan azad edən qazilərə aylıq 80 manat pul verirlər. Amma Mehriban Əliyevanın bir günlük Ağdam səfərinə geyindiyi donu və çantası birlikdə təxminən 14.000 manata yaxındır. Təsəvvür edirsiniz? Bax bu çanta Miu Miu brendindəndir. Qiyməti təxminən 4.000 manatdır. Geyindiyi don isə Loro Piana brendinə aiddir. Təxminən 10.000 manata yaxındır. Elə bil Mehriban Əliyeva əynində 200 qazinin aylıq hərcini gəzdirir. Hələ bunun tuflisini, at kişisini, sırğasını demirəm. Odur ki, bu ər-arvadın şovlarına çox da uymayın. İlham Əliyev, moda göstərməyin, xalqa çörək verin, çörək.